Mən ümid edirəm ki, siz mən deyən kimi işləyəcəksiniz. Eyni zamanda Cəlilabad və Şəmkir rayonlarının sakinləri, fəallar gərək daim sizin fəaliyyətinizlə bağlı öz təhlilini aparsınlar və ictimai nəzarət güclü olmalıdır. İctimai nəzarətin gücləndirilməsi üçün siz yerlərdə təşəbbüs göstərməlisiniz ki, fəallar bu quruculuq, abadlıq işlərinə qoşulsunlar və eyni zamanda dövlət orqanlarında təmsil olunan məmurların işi də elə şəffaf olmalıdır ki, ictimai nəzarət də bunu təsdiqləsin. Onsuz da bizim kifayət qədər informasiya mənbələrimiz var və əgər nəsə orada düzgün istiqamətdə getməsə, əyri yolla kimsə getsə, ondan biz gec-tez xəbər tutacağıq. Ona görə bu da